Salam Aynura, xoş gördük sizi. Xoş gördük Əminat. Necə hiss edirsiniz özünüzü? Yaxşı, bayram günləri. Bayram günüdür, özünüzü yaxşı hiss edirsiniz, əla. Çünki biz bugün doğrudan önəmli olan bir mövzudan danışacağıq. Müəllimlərin peşəkar inkişafı. Amma bu mövzuya keçməzdən əvvəl gəlin sizi daha yaxından tanıyaq. Zəhmət olmasa bizi izləyənlər və dinləyənlərə özünüzü təqdim edin və mövzu ilə əlaqənizi deyin. Adım Aynur Abdullayevadır. Mən 15 il müəllim təcrübəsinə malikəm. Məktəbdə İnsan və Cəmiyyət, Konstitusiya, sonra isə Azərbaycan tarixi keçmişəm uşaqlara. Özüm indi hazırda müəllim kimi çalışmasam da, İşıq Təhsil İşçilərinin İnkişafına Dəstək İctimai Birliyini yaratmışam və onun sədriyəm hazırda. Yəni əlaqəm budur ki, özümü müəllim hiss edirəm hələ də. Belə. Aha, bir 15 il işləmişsiniz də, məktəbdə müəllim olaraq çalışmışsınız. 15 il çalışmışam. Necə bir sifətlə təsvir eləsək, bu zövqlü bir şey idi, stresli bir peşədir, necə deyərsiniz buna? İlk 3 ildə mənim üçün çox stresli idi, çünki mən istəmədən müəllim olmuşdum. Magistraturaya daxil oldum və məktəbə getdim. Bizim yanımızda məktəb açıldı, işləməyə başladım. O vaxt belə imtahanlar filan yox idi, yəni ki, sadəcə getdim, diplomu təqdim elədim və işə götürüldüm. İlk 3 il mənim üçün çox stresli keçdi, çünki həqiqətən uşaqlarla çox çətin idi. Bilmirdim nə istəyirlər, ümumiyyətlə mən nə istəyirəm onlardan, yəni ki, və belə bir bələdçi də yox idi ki, baxmayaraq anam, xalalarım hamı müəllim idi. Amma mənim belə xüsusi məsləhət ala biləcəyim adamlar belə deyək yox idi. Və sonra da İlk 3 il ərzində məktəbdən qaçmağa çalışırdım. İstəyirdim başqa iş tapım, çünki həm maaş çox az idi, həm də çox əsəblərim gedirdi və bilmirdim düzü nə istəyirdim, niyə oradayam yəni. Amma sonra başa düşdüm mən niyə oradayam və davam eləmək istədim, yəni belə. Aha. Elə onu soruşacaqdım ki, bəs deyəsən fəlsəfə oxumusunuz və sonra təhsilə keçid olub, o sualı verəcəkdim ki, bəs təhsilə birdən-birə maraq hardan yarandı? Çünki sanki o dövrdən sonra özünüzü təhsilə vermişsiniz tamamilə. Yəni o dövr, mən bakalavr olaraq fəlsəfə oxumuşdum. Yəni fəlsəfənin təhsildən ayrı bir şey olaraq görmürəm. Çünki düşünürəm ki, fəlsəfə oxuyanların çox yaxşı bir, mən özüm belə fikirləşirəm ki, fəlsəfə oxuyanlar çətin konseptləri asan izah edə bilərlər. Və həm də yeniliyə açıq olurlar da, yəni ki, hər hansı fikrin müzakirəsinə və ilaxır. Və mənim keçdiyim orada fənlər, həmin vaxtda insan və cəmiyyət fənni var idi. Onunla çox üst-üstə düşürdü də, yəni sadəcə insan cəmiyyət onun öyrəndiklərimin belə daha bəsit forması idi. Mən məktəbə gedəndə baxdım Konstitusiya və insan cəmiyyət fənni, mən keçdiyim fənlərdə universitetdə. Mənim üçün çox rahat idi, yəni bu fənləri tədris eləmək. Baxmayaraq çox hörmətli fənlər hesab olunmurlar, amma mənə elə gəlir ki, yaxşı idi, yəni uşaqlara münasibəti pis deyildi. Belə. Belə ömür boyu öyrənməklə birlikdə müəllimin peşəkar inkişafı belə deyək, sözü də çox gündəmə gəlməyə başladı. Elə buradan başlamaq istəyərdim. Nədir müəllimin peşəkar inkişafı ümumiyyətlə? Nəyi nəzərdə tuturuq bunu dedikdə? Bütün nəzəriyyələri filan kənara qoysaq, yəni sadə dildə desək, müəllimin peşəkar inkişafı sadəcə olaraq onun işini daha yaxşı görməsi üçün bilik və bacarıqlarını artırmasıdır. Yəni çox dərinə getmək lazım deyil. Yəni işini daha yaxşı görə bilməsi üçün, yeniliklərlə uyğunlaşması üçün bilik və bacarığını yeniləməsidir. Yəni başqa bir şey deyil əslində. Budur peşəkar inkişaf. Aydındır. Və çox önəmli də mövzudur doğrudan da. Bəzən müəllimlər arasında olanda belə sözləri mən əslində çox eşitmişəm ki, bəs nə qədər olacaq, biz nə qədər öyrənəcəyik, nə qədər imtahan verəcəyik. İndi sualımı oraya gətirirəm ki, niyə bu qədər vacibdir ki, onlar məktəbdə keçə-keçə öyrənmirlər, elə o təcrübə kifayət eləmir müəllimlərə? Əslində baxır ki, müəllimlərdən nə istəyirlər də. Yəni heç kəs bir şey öyrənib axıra qədər bundan davam eləmir ki, hamı ömrü boyu öyrənməklə məşğuldur da. Yəni çilingərindən tutmuş, həkimi, hər biri də, yəni ki, məsələn, keçmişdə tutaq ki, bu qədər çox sürətli inkişaf baş vermirdi və insanlar bir ixtisasla, məsələn, bakalavr təhsilindən, deyək ki, universitetdə 5 il oxuyub, axıra qədər bundan davam edirlər. Onlar hesab edirdi ki, onunla davam edir, amma əslində hər gün sən nəsə öyrənirsən, nəsə yenilik əldə edirsən, yəni söhbət müəllimdən getmir. Amma indi o qədər çox sürətli dəyişiklik baş verir ki, yəni hər şey o qədər sürətlə dəyişir ki, sən istər-istəməz bu öz köhnə, belə deyək də, bilik və bacarıqlarından bu yeniliyə uyğunlaşa bilmirsən. Və vacibdir ki, sən
uyğunlaşasan, çünki sən tədris edirsən, çünki sən müəllimsən, çünki sən insanları öyrənməyə sövq eləyirsən. Yəni təkcə bu müəllimin işi deyil, yəni hamısı öyrənirlər. Həkim də öyrənir hər gün. Xəstəliklərin müxtəlif belə deyək də, yeni formaları meydana çıxır, virusların və axır, yəni müəllim də öyrənir, yəni memarı da öyrənir. Yəni hamı öyrənir. Bu təkcə müəllimə xas bir şey deyil. Sadəcə təhsil belə göz önündədir deyə. Yəni necə deyim, hamının təhsilə çıxışı var deyə, bütün evdə demək olar ki, təhsil alan insanlar var deyə, bu daha çox sanki belə qabarıq formada ortaya çıxır. Müəllimin sertifikatlaşması, müəllimin öyrənməsi, müəllimin peşəkar inkişafı və axır. Yəni məncə buna görə bu qədər səs-küyə səbəb olur. Ancaq belə, yəni hamı öyrənir normaldır. Aha. Belə bir şey də müşahidə eləmişəm ki, bəzən müəllimlər deyir ki, yeni bir metod gələndə, deyiləndə ki, yeni nəsə öyrənməlisiniz. Ən sıradan bir nümunə götürəcəm, dərsi planlamaq məsələsi. Bu yaxınlarda bir tanışımla belə bir söhbətim oldu ki, dərsin gedişinlə, təhsillə bağlı maraqlanırdım. Necə gedir dərslər ümumən? Deyir ki, bizə deyirlər dərsi planla. Mən nə edirəm ki, dərsi planlayım? Onsuz da gəlib hər gün eyni şeyi keçirəm də, yəni növbət dərsə keçirəm. Yəni bu davam edir belə. Həmin bu sualı verən müəllim üçün bunu necə izah eləyərdik? Ki bizdə əslində planlama biraz konsept olaraq düzgün izah olunmur normalda müəllimlərə. Mən özüm müəllim işləyəndə də fikirləşirdim ki, tutaq ki bir müddət, yəni ki bu hansı ki mən təlimə qoşulmamışdan qabaq, fikirləşirdim ki, planı da yazdım. Bugün məsələn 4-7-ci sinifə dərsim varsa, həmin plandan 4-7-ci sinifdən dərs keçə bilərəm. Yəni əslində bizdə planlamanın iki növü var da. Biri illik planlamadır, tematik, biri də ki gündəlik planlamadır. Məsələn, indi mən belə başa düşürəm, gündəlik planlamadan danışırıq. Əslində planlama belə olmalıdır ki, sənin bir sinifdə, planlama sənin özün üçündür. Yəni bu bizdə düzdür, planlama üçün belə xüsusi dəftərlər var, hər şeyi belə strukturlaşdırmağa çalışırlar, həm də mane olurlar sanki də. Yəni planlama müəllimin özü üçündür. Mən dərsi necə idarə edəcəm, hansı sualları verəcəm. Yəni 45 dəqiqə çox uzun bir vaxt deyil ki, sən ona girəsən sinifdə belə virtuoz şəkildə bunu eləyəsən. Yəni və hər sinifə də ayrı-ayrı olmalıdır. Yəni mən bunu sonra təlimlərə qoşulandan sonra öyrənmişəm ki, yəni bu nə olsun hamısı 5-ci sinifdə bu gün dərslərim var da. Yəni 5 anın uşaqları 5B uşaqlarından fərqli ola bilər. Qavrama baxımından, nə bilim, iştirakçılıq baxımından dərsdə və sən müəllim olaraq sinifləri tanımalısan, onlara uyğun planlamalısan dərsləri. Ki məsələn mən 5A-da verdiyim tapşırığı məsəl üçün deyirəm, tutaq ki, çətinliyi 5B-də verməyəcəm məsələn. Çünki oradakı uşaqlar məsələn bunu eləmək üçün daha çox vaxta ehtiyacı var və yaxud da bu tapşırığı 2 yerə bölməliyəm. Belə. Yəni bu kimi məsələlər var. Planlama əslində müəllimin özü üçündür. Bu sənə bir növ lazım deyil məsələn. Bizdə planlamada yazırdıq ki, nə bilim metoduna keçəsən, falan şey nədir, dərsin ümumi nəticəsini yaz. Yəni bu qədər şeyə məncə ehtiyac yoxdur. Ancaq sən bilməlisən ki, sabah nə keçəcəksən uşağa, yəni ən azından mövzu bilməlisən. Necə keçəcəksən həmin mövzunu, nəyi əldə eləmək istəyirsən. Əsas bu nəyi əldə eləmək istəyirsəni götürüb və ona uyğun belə indikatorla bir növ yazmalısın özün üçün də. Yəni nə sual verəsən, nə edəcəksən, hansı tutaq ki, tapşırıq verəcəksən. Ən azından orada durub fikirləşməyəsən. Mən burada nə tapşırıq versəm yaxşı olar. Həm də dərs yeknəsək olmasın da, yəni hər dəfə eyni şey, eyni tapşırıq olmasın. Uşaqlar biraz indi belə necə deyim, YouTube-da dərs öyrənən uşaq üçün məsələn məktəb dərsi biraz maraqsız olur da. Yəni o qədər oyunlar görən, nə bilim, bu qədər rəngarəng həyat yaşayan məktəbdən kənarda uşaq üçün dərsi maraqlı saxlamaq çox çətindir. İndi planlamaq xüsusilə vacibdir, yəni. Belə deyə bilərikmi? Sadəcə mənim öz belə deyim baxış açımdır bu. Sanki kənardan məcburi sən inkişaf eləməlisən dedikcə, yəni bir növ dirənç hiss olunur. Sanki içdən gəlməlidir, özün bilməlisən ki, sən bunu inkişaf elətdirməlisən. Əslində bu müəllimin bir dəyəri olmalıdır da içində. Məsələn, başqa ölkələrdə müəllim standartı deyə bilən bir şey var da, peşəkar standartı. Bir neçə mərhələyə bölünür həmin o standartlar müxtəlif ölkələrdən. ABŞ-da, nə bilim, İngiltərədə belə axır. Məsələn, orada bir bölmə olur ki, bu müəllimin şəxsi və peşəkar dəyərləri nələr olmalıdır müəllimdə. Yəni sənin öyrətməklə bərabər müəllim olaraq, yəni öyrətmək dəyərindən bərabər eyni zamanda öyrənmək dəyərində olmalıdır da. Yəni bir motivasiyan olmalıdır. Müəllim öz kurikulumu, nə bilim, proqramı yaxşı, öz mövzusunu, daha doğrusu öz fənnini yaxşı bilməkdən başqa, onun həm də motivasiyası olmalıdır ki, bunu öyrətsin uşağa, həm də özü yenilikləri öyrənsin. Məsələn, bu kimi məsələlər çox vacibdir. Bizdə müəllimin bir profili olmadığına görə, müəllim profili nəyə deyirəm? Məsələn, mən bilmirəm ki, bizim Təhsil Nazirliyi üçün də belə deyək, müəllim profili nədir?
tutaq ki, əslində bir ümumi müəllim profili də olmalıdır elə. İbtidai sinif müəlliminin profili ayrıdır, tarix müəlliminin profili ayrıdır, riyaziyyat müəlliminin profili ayrıdır, nə bilim, hər birinin ayrı-ayrı bir standartları olmalıdır, mənə elə gəlir və bunlara uyğun gəlir indikator olmalıdır ki, məsələn, bir tarix müəllimi nəyi, necə olmalıdır, ümumidən başqa ha deyirəm, yəni ki, bu bir müəllim üçün həm də bir növ yol göstəricisi ola bilər də. Mən bilməliyəm ki, məndən nə gözlənilir, mən nələrə cavab verməliyəm, məndən gözləntilər nələrdir. Yəni bunlara nəyə cavab verməliyəm və heç olmasa onun bir hissəsinə uymağa çalışmalıyam. Yəni bir növ kompetensiyalarım bilməliyəm mənim nəyə, səriştələrim nəyə uyğundur tutaq ki. Və mənim motivasiyam olmalıdır ki, bunu göstərim. O motivasiyanı da sənə gətirir sənin dəyərin. Əgər sənin bax ünsiyyət qurmaq məsələn qabiliyyətində belə deyim, müəllim üçün çox vacibdir mənə elə gəlir ki, yəni ki, ünsiyyət qurmaq qabiliyyəti. Həm müəllim məktəb rəhbərliyi ilə düzgün ünsiyyət qurmalıdır. Həm öz iş yoldaşlarından professional səviyyədə, yəni düzgün. Həm valideynlə, əsas məsələ uşaqla, yəni şagirdlə. Yəni ona görə bu müəllim üçün belə hava su kimi lazım olan bir şeydir. Hə, sənin motivasiyan ola bilər səndə bu olsun. Sən istədiyin vaxt yaxşı ünsiyyət qura bilirsən. Hə, sənin bunu işdə göstərmək üçün bir motivasiyan var mı tutaq ki? Bu məsələlər çox önəmlidir mənə görə. Aydındır, təşəkkür edirəm. Növbəti sualım bununla bağlı idi ki, yenə təcrübənizdən bağlı ki, uzun müddət işləmisiniz əslində məktəbdə və müşahidə etdiyiniz qədər ondan sonra təlimlər vermisiniz. Əslində siz müəllimlərlə demək olar ki, daimi olaraq ünsiyyətdəsiniz. Azərbaycan müəllimlə müşahidə etdiyiniz müsbət və həmçinin inkişafa ehtiyacı olan cəhətlər hansılardır sizcə? Əslində bununla bağlı, Aminat, mənim fikirləşirəm bizdə bununla bağlı heç bir tədqiqat yoxdur. Yəni bu mənim çox subyektiv bir müşahidələrim olacaq. Ki, müəllim işlədiyim dövrdə mən 4 il həm də təlimçi olaraq çalışmışam, müxtəlif təşkilatlarla və bir də Nazirliyin bəzi layihələrində. Əsasən işlədiyim region müəllimləri daha çox olub. Müsbət cəhətlər ondan ibarətdir ki, onlar öyrənmək istəyirlər. Əgər düzgün olaraq kommunikasiya olanda niyə öyrənmək vacibdir də? Yəni ki, bilirsiniz ki, böyüklər üçün də belə bir pedaqogika vardı. Yəni ki, andragogika deyəsən belə andragogika belə bir elm var. Yəni ki, necə sən uşağı həvəsləndirirsən, böyüyü də həvəsləndirməlisən. Baxmayaraq müəllimdən olsun. Yəni müəllimin əslində bir növ başa salsan ki, niyə öyrənməlisən, nə üçün öyrənməlisən və onun öyrənəcək bir mühit yaratsa, yəni onlar öyrənməyə çox həvəslidirlər normalda. Yəni bizim beynimizdə var ki, müəllimlər güclə gedirlər təlimə. Əslində bəzi təlimlər var ki, bəli, adam güclə gedəsidir. Çünki bizdə təlimlə əslində seminar, nə bilim, workshop, bu anlayışları ayırmaq lazımdır da. Məsələn, çox görürəm ki, elə sosial şəbəkələrdə yığırlar 100 müəllimi bir yerə, belə hamı kinoda kimi elə sırayla oturublar, cərgə-cərgə. Falan şey haqqında təlim oldu. Bu təlim belə bir şeydir ki, sənə yeni bilik və bacarıq verməlidir. Sən bacarığı nəsə əldə eləmək üçün, çox üzr istəyirəm, bacarığı əldə eləmək üçün sən onu tətbiq eləməlisən müəyyən. Yəni, sən getdin 1 saat, məsəl üçün deyirəm, emosional intellektdən danışdın, bu müəllimə seminardır, bu təlim deyil. Yəni, sən ona təlim keçmədin. Amma bizdə bu şeylər çox belə qavramlar qarışıqdır. Deyir, müəllim güclə gedir təlimə, müəllim güclə gedir, nə bilim, falan şey. Xeyr, müəllim güclə getmir. Müəllim görsə ki, oradan nəsə öyrənir, o gedəcək, yəni açıqdır prinsipcə. Məndə inkişafa ehtiyac olan məsələ nədir müəllimlərdə? Özü öyrənmək məsələsi məncə bizdə aşağıdır. Yəni, özü öyrənmək üçün motivasiyalar həmişə gözləyir kənardan. Kimsə onları təlimə göndərəcək, kimsə onları deyəcək ki, gedin falan iştirak edin. Əslində mənə gəlir ki, indi o qədər vasitələr var ki, öyrənmək üçün də. Yəni, aydınca ChatGPT-yə girib, Copilota girib, nə bilim, hansısa belə, yəni bir məsələ ilə bağlı bir plan istəsə müəllim, istiqamət istəsə, yəni ona verə biləcək o şeyləri. Və biraz da tutaq ki, xarici dil bacarıqları yaxşı olsa, çoxlu bununla bağlı materiallar var, videolar var. İndi Azərbaycan dilinə başa düşürəm. Bəzi şeylər, yeniliklər tərcümə olmamış ola bilər. Yəni, bunları eləyə bilər. Amma inkişafa ehtiyacı olan hissələrdən biri bu özü öyrənmək məsələsidir və bir də əməkdaşlıq müəllimlər arasında. Mənə elə gəlir ki, bu çox aşağı səviyyədədir. Yəni, öz gördüklərimi deyirəm, amma yenə deyirəm, bu tədqiqata filan əsaslanmır da. Yəni, əməkdaşlıq çox aşağıdır. Bizdə belə bir növ, mental bir növ bariyerləri varmı deyim, nə deyim, yəni, yenə deyirəm, bu şey deyil, yəni, mənim özümün fikirlərimdir, qənaətimdir. Ki, məsələn, kimdənsə soruşsam, sanki mən pis müəllim olmuş oluram.
və yaxud da ki, məsələn, O cavab verən tərəfdə də olur, belə bir şeylər hiss eləmişəm. Mən kiməsə kömək elədimsə, mən ondan daha üstün müəllim oluram. Okay. Kimi hissi də var. Deyirəm də, mental nəsə belə bir şeylər var ki, sanki bir-birimizə əməkdaşlığı neqativ bir şey olaraq Aha, neqativ bir məna yükləyiblər ona nəsə. Deyil əslində də, yəni ki, mentorluq olmalıdır. Yəni buna müqavimət göstərmək lazım deyil. Mentorluq müəllim üçün vacibdir və istəyirsən 15 il müəllim ol, istəyirsən 20 il müəllim ol. Sənin mentora ehtiyacın var, çünki mütəmadi hər şey yenilənir. Ən azından belə deyim də, Nazirliyin tələbləri dəyişir. O tələblərini sənə kommunikasiya eləmək üçün sənə mentor göndərməlidir də ki, bax Aynura, sən dərslərində bunu eləyirsən, artıq tələb dəyişib də, bax bunu eləməlisən. Və Aynura bundan inciməməlidir. Aynura bundan, mən 20 ildir müəlliməm, dünənki uşaq gəlib mənə dərsində oturur, yol göstərir. O dünənki uşaq deyil də, onu siz görməlisiniz, sizə göstərilən kömək olaraq. Yəni bu kimi, yəni çox önəmli. Biraz belə qavrayışı dəyişməliyik də bu şeylərlə bağlı, münasibəti dəyişməliyik məncə. Ki, müəllim davamlı öyrənməlidir, bir mənalı. Bu seçim deyil, bu lüks deyil, bu lazımdır, vacibdir. Davamlı öyrənmək üçün də onun mentora, kurslara, peşəkar inkişaf, yəni əhatə edəcək şeylərə ehtiyacı var. Və özü də öyrənməlidir, əsas məsələ. Özü öyrənməyə həvəsli olmalıdır, belə deyim. Tamamilə qatdan və o hissə çox xoşuma gəldi ki, yəni yaxşı ki də oranı vurğuladınız, yanaşma məsələsi. Yəni baş verən yeniliklərə yanaşma məsələsi, kimisə mentor kimi görmə məsələsi, özünü kimdənsə aşağı və ya da yuxarı görmə məsələsi. Müəllimlərlə çox inisiativ oluram, belə keçmiş məktəbimdən və ilaxır. Və görürəm ki, onlara mentorlar gəlir, mən soruşuram necə gedir, necə olur. Və onlar deyir ki, dünənki uşağı gətirib qoyurlar, nə bilim, mənə yol göstərir filan. Niza eləməyə çalışıram, amma baxıram ki, biraz daha çox şeyə ehtiyac var da. Əvvəlcə mentor göndərməmişdən qabaq, müəllimlərə bunu necəsə kommunikasiya eləmək lazımdır ki, baxın, bu nə üçün lazımdır, bu sizi güdmək üçün deyil, bu sizə nəzarət üçün deyil, bu sizin üçün. Yəni, bunu bu cür qəbul eləmək lazım deyil. Bu köməkdir, dəstəkdir, bir mənalıdır. Aydındır, çox sağ olun. Bəs müəllimlər üçün bizim ölkə kontekstində, yəni onların peşəkar inkişafı üçün hansı imkanlar var, hardan əldə edə bilərlər təlimlər və yaxud da necə özlərini inkişaf elətdirə bilərlər? Məsəl üçün bir müəllim oturub deyir, mən neyniyim, nətər özümü inkişaf elətdirim, hara gedim? Bu suala necə cavab verərdiniz? Müəllim əvvəlcə bilməlidir ki, özündə boşluqlar nələrdir? Yəni, mənim müəllim olaraq boşluğum nədədir? Tutaq ki, pedaqoji bacarıqlardırmı, rəqəmsal bacarıqlardırmı, ünsiyyət bacarıqlardırmı, yəni ki, bu iş? Və yaxud da mənim özümün mental rifahım yaxşı deyilmi? Yəni, nəyi inkişaf etdirmək istəyir? Birinci, özündə bununla bağlı bir fərqindəlik olmalıdır. Özünü mütəmadi izləməlidir bunun üçün. Ondan sonra artıq baxa bilər ki, Azərbaycanda bununla bağlı təklif olunan Azərbaycan dili resurslar nələrdir? Tutaq ki, bizdə müxtəlif təşkilatlar var, təhsillə bağlı fəaliyyət göstərən. Həmin təşkilatları axtara bilər, həmin sferanın bağlı. Məsələn, müəllimlər üçün təlim verən təşkilatlar hansılardır? Elə bunu yazsa Google-da nə qədər, elə müəllim sözünü yazsa nə qədər çıxacaq? Bəli, bəziləri ödənişlidir, bəziləri ödənişsizdir. Başa düşürəm ki, indiki dövrdə, yəni ki, müəllimlər deyəcək ki, biz çox az maaş alırıq və bu maaşı da tam razıyam ki, doğrudan da çox az maaş alan müəllimlər də var. Amma müəyyən qədər qazanan müəllimlər də var da, belə də repetitorluğundan və ilaxır və alaxır. Yəni, bir növ bu, sən özünə qoyduğun bir sərmayədir. Daha yaxşı olmaq üçün, daha özgüvənli olmaq üçün. Çünki müəllim nə qədər daha çox bilirsə, öz fənnindən və digər məsələlərdən başqa yaxşı, yumuşaq bacarıqları bilir və soft skills daha yaxşıdırsa onda, o daha yaxşı özünü ifadə edə bilər. Ola bir sən çox yaxşı müəllimsən, əla bilirsən öz mövzularını, kurikulumu çox yaxşı bilirsən, amma özünü təqdim edə bilmirsən, uşaqlara onu göstərə bilmirsən, valideynlərə onu göstərə bilmirsən. Yəni, valideynlər səni bilikli müəllim kimi qəbul eləmirlər, tutaq ki, nə bilim, uşaqların sənin sinifində oxumağı istəmirlər. Məsələn, bu zaman yumuşaq bacarıqlar çox önə çıxır da, bunu da müxtəlif adlarda deyirlər. Nə bilim, yumuşaq bacarıqlar nələr. Bunlardan biri ünsiyyət bacarıqıdır, bir ikisini saya bilərsiniz. Ünsiyyət bacarıqlarıdır. Bunlardan biri, məsələn, sən özünü təqdim etməlidir. Belə, əslində, brendingi müəllimliyə gətirmək istəməzdim, amma yenə də, yəni sən özünü bir şəxs olaraq, tutaq ki, biz müxtəlif rollar oynuyoruz da. Aynura tutaq ki, bir müəllim olaraq hansı keyfiyyətlərə malikdir ki, məsələn, tutaq ki, ibtidai sinifdə dərs keçir və filan uşaqlar onun sinifində oxumalıdır. Yəni ki, mən özümü necə təqdim edirəm? Öz kollektivimə, öz ətrafıma, yəni bu kimi şeylər. Ona görə bu məsələlər çox önəmlidir.
Ancaq müəllim yazıb elə Google-dan nə qədər məlumat əldə edə bilərlər. Nə bilim, dediyim kimi, süni intellektdən kömək istəyə bilərlər. Nazirliyin Artinin çox təhsil institutunun çox təlimləri olur, bəzən gördüyüm belə ödənişsiz təlimlər olur. Onlara qoşula bilərlər. Yəni çox bilirsiz nədən mən görürəm, onlar qorxurlar. Bura müraciət edirəm, seçilməsəm pis olacağam. Seçilməsəm cəmaət biləcək. Yəni bir dəfə seçilməyəcəksən, 2 dəfə seçilməyəcəksən, 3-cü seçiləcəksən də, yəni ki, yoxlamağa davam etmək lazımdır. Məsələn, bir dəfə motivasiyanı pis yaza bilərsən ki, niyə mən iştirak eləməliyəm. İkinci dəfə nəsə öyrənəcəksən, əlavə edəcəksən. Yəni ki, inkişaf belə şeydir ki, gərək komfort zonundan çıxasan. Yəni o sənin komfort zonunun kənardadır, mütləq olaraq. Mən təsəvvür edə bilmirəm, nə qədər yoxalmışam da, yəni ki, seçilmədən hələ də almağa davam edirəm. Amma məni inkişaf etdirən tutaq ki, həylər deyil, yoxlardır. Yox demək, nəsə dəyişməliyəm, nəsə eləməliyəm. Həvəsdən düşdüyün vaxtlar olur. Amma sonra tez adam özünü yığışdırır və davam edirsən. Müəllimlik belə bir şeydir. Son bir sualım var sizə. Bu sertifikatla bağlı təlimə müraciət edəndə sertifikat verirsiniz misalı. Sualımı belə qoyacağam ki, bəs müəllim üçün bu təlimlərdən sertifikat almaq vacibdirmi? Harda vacibdir? Ümumiyyətlə sertifikat vacibdir. Niyə vacibdir? Adamlar gəlir vaxtını sərf edir. Əslində nə kimi rolu var məsələn? Başa düşün. Əslində sertifikatın rolu belə ola bilər ki, məsələn insan gəlir vaxtını sərf edir. İstəyir ki, onun vaxtının müqabilində nəsə bir sənəd alsın. Təbii ki, burada əsas motivasiya öyrənmək olmalıdır. Amma sənədi niyə istəyirlər mənə görə? Öz CV-lərinə qeyd eləmək üçün, tutaq ki, tərcümə hallarını daha yaxşılaşdırmaq üçün də belə deyək. Yəni bunun üçün istəyə bilər. Amma bizdə mənə elə gəlir ki, bu xaricdə kimi deyil də. Harasa gəndə öz portfolyonu vermirsən ki, mən belə yaxşı müəlliməm, bunu əsasən məni seçin. Biz onsuz imtahanla getmirik. İmtahanla da, amma bilmək olmaz, bəlkə o sabah özəl məktəbə gedəcək məsəl üçün. Yəni və yaxud da ki, öz məktəbində bizim hamımızın şəxsi işimiz var idi də. Yəni ki, mənə deyirdilər ki, mən təlimlərə çox gedirdim. Təlimə getdim, gətir kopyaya qoyaq içinə, nə bilim, papkanın şəxsi işin içinə qoymaq. Yəni ona görə fikirləşirəm, bəlkə özünün dediyim kimi də brendingi ilə məşğul olacaq ki, filan kəs aylara çox təlimlərə gedir. Demək ağıllıdır və yaxud da ki, daha öz üzərində işləyəndir daha çox. Amma bu həm də sertifikat verməyən təlimlərin həmişə pis bir təlim olduğu anlamına da gəlməməlidir. Gəlmir əslində. Yəni mən təlim seçəndə, tutaq ki də, nəyə fikir verərəm müəllim olaraq? Ki bu təlim mənə düzgün kommunikasiya verir, mən sonda nə öyrənəcəm? Nə öyrənəcəm mənə açıq verilirmi? Mən hansı modulları keçəcəm? Və təlimçi kim olacaq? Bax, bu üç məlumatı mən görürəmsə, sertifikat var, yoxdur, müraciət edirəm. Yəni, onsuz da bunu CV-yə qeyd edəndə, tərcümə hala qeyd edəndə çox nadir adam deyir ki, gətir sertifikatı baxım. Yəni, belə bir şey mənə hələ istəməyiblər düzünürsən. Yəni, sadəcə uyğun olaraq qeyd edirsən ki, məsələn, mən sinif idarə olunması təlimində iştirak etdiyim bu qədər saat. Və salam. Yəni, əsas odur ki, siz oradan nəsə öyrənəsiz, nəsə götürəsiz. Yəni, təbii ki, keçdi 5 günlük təlimə gedirsə, onun hamısını beyində müəyyən vaxt saxlayacaqsın, ondan sonra yoxa çıxacaqlar. Əsas odur, öyrəndi, necə olsa bir şeyi tətbiq edəsən, özününkiləşdirəsən. Yəni, bizdə o problem var ki, məsələn, təlimə getdin, özününkiləşdirmirsən də, gəldin, hə, bunu elədim, alınmır, bunu elədim, alınmır. Okay, sən necə eləyərsən? Sənin üçün bu necə işləyir? Yəni, sən də bir pedaqoqsan, bir müəllimsən, sənin qatacağın nədir bunun üstündə? Bəlkə sən yeni bir metod çıxardacaqsan, elə bu ikisini birləşdirib. Yəni, biraz açıq, geniş baxmaq. Sizlə danışa-danışa indi özüm də belə bir qənaətə gəldim ki, məni açığı həmişə qıcıqlandırıb sertifikatı varmı sualı. İndi başa düşürəm ki, tam olaraq niyə qıcıqlandırıb. Bu sual özlüyündə yanlış bir sual deyil. İlk olaraq verilməsi yanlışdır. Yəni bundan əvvəl verilməli digər suallar var da. Kimdir, nə öyrənəcəm və s. və ilə axır. Ən önəmli suallar və sonda bunu verilsə mənə elə gəlir ki, daha belə məqsədə uyğun olar. Hə, amma insanların sırf sertifikat üçün getməyi bu düz deyil. Əvvəlcə dediyim kimi, baxmaq lazımdır, buradan nə qazanacaqsın. Yəni, öz vaxtıma görə də, yəni mən tutaq ki, hansısa kağız parçasına görə gedib 2 gün haradasa oturmaram da. Ona görə təlim elan edən tərəflər mütləq olaraq, mən görürəm ki, yazır ki, filan təlimə buyurun müraciət edin, məsələn. Təlimi sonunda sən mənə nə verəcəksən, mən nə ilə çıxacağam, tutaq ki, mən bunu necə tətbiq edəcəm, kim mənə bu təlimi keçəcək ümumiyyətlə. Yəni, bu çox önəmlidir. Bəlkə elə adamdır ki, məsələn, hazırdır ki, aynara gələcək iqtisadiyyatın əsasları təlimini keçəcək. Bu da gülməlidir də, yəni ki, baxmaq lazımdır bu təlimçinin
profili nədir, portfolyosu nədir, bu kimi şeylər çox önəmlidir. Sertifikat sonra gəlir. Amma hə, vaxtımın şeyi üçün, məsəl üçün soruşa bilər müəllim. Amma istəmirlər heç yerdə, yəni bu sertifikat. Aydın. Təşəkkür edirəm Aynura. Vaxt ayırıb gəldiyinizə görə. Mən çox təşəkkür edirəm dəvət etdiyiniz üçün. Ümid edirəm ki, faydalı bir video olacaq hər kəs üçün. Mən də çox ümid edirəm. Aydın və fərqli baxışlarda izah elədiniz. Təşəkkür edirəm. Çox sağ olun. Mən çox təşəkkür edirəm.